qapını döy, axırda açılacaq Əbazər. Bir gün açdılar, Nəsim küləyi dəydi, təzədən bir də bağladılar misal üçün. Pərdə getdi, dəydi, bağladı. O dəydi ya havaya, onun qənimət. O hərdən yadasın, hərdən fikirlər. Hərdən dedim, ay ilahi sənin qurban olum. Hətta mən deyərdim, hərdən o hidayət olma nöqtəviz haqqında çox düşünürəm. Mən necə hidayət oldum? Tövsiyə eləm hamımıza. Mən necə hidayət olmuşam? Adam oturub baxanda görür ki, doğrudan mən necə oldu başladım bu hadisə? İlahi, sən eləmirsən, mən xəbərim yoxdur. Adam halı dəyişir. Bəzi vaxtlar Allah nəsib edib 5 ildən sonra olmuşdur, Allah nəsib edib. Mən görmüşəm, moizə eləmişəm. Adam gəlib deyib ki, 15 il bundan qabaq baş verib. Məsələn də, mən indi başa düşdüm ki, o Allahın imiş, lütfuymuş. Bəzi vaxtlar lütflər 15 ildən sonra bilir. Bəzən də ölüb gedirik, bilmirik. Orada deyirlər ki, o biz idik. Allah. Gecikir adam gör, harda qəbirdə bilirsən. Qəbirdən qabaq bu dünyada baş gün düşürməyə bu mövzular. İlahi, harda əlimizdən tutmuşsan. Rabitə deyə Allah'ın bu halət, qənimət, bəndəçiliyi formalaşdırır.